Salavatullahın vəsiyyətinə əməl olunmadı. Peyğəmbərimiz bu dinin başına Hazreti Əmir-el-Müminin əlini gətirəndə bilirdi nə üçün əlini gətirmək lazımdır, nə üçün bu dinin başında əli dayanmalıydı. Peyğəmbərin postunu, bu xilafət və vilayət mənsəbini Peyğəmbər özü doldurmalıydı. Bu da dəri mətləblər var, Allah şahiddir. Kərbəlaya o qədər biz tələsirik. Bir də bu Ələkbər gecəsidir, ağlamaq istəyirsiniz, əzalarını eləmək istəyirsiniz. Amma biz bunları harcan verəcəyik, bunları harcan eşidəcəyik. Bunu deyirəm və bunu özümə şəri vəzifə bilirəm, çünki bunu bilənlər bilir. Amma bilirəm ki, bilməyənlər bilənlərdən daha çoxdur. Bilməyənlərin sayı, onu bilməyənlərdən daha çoxdur. Peyğəmbər salavatullah, bu dinin saxtakarlığını yapacaq, din saxtalaşmış. Din yox idi. Dinin maketi qalmış. Buna müqəddimə eləmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndə əvvəlcə belə qoyaq sualı. Ümumiyyətlə, bu Peyğəmbərin bu gətirdiyi bu din-i İslam, bu şəriət, Qur'an, 23 il nə qədər əziyyətlər çəkdi. Peyğəmbərimiz bu şəriəti çatdırmaq üçün nə qədər əziyyətlər çəkdi. Bunu özüm qədər mövzu. Nə qədər məşəqqətlərə, əziyyətlərə qatlardı. İndi mən sual verirəm ki, bu şəriət, bu din, bu Qur'an gətirildi Peyğəmbər tərəfindən. Bu Peyğəmbər üçün maraqlı idi, Peyğəmbər bunu ruhən yaşayıb. Bəzi insanlar var, iş tapşırırsan, diqqət elə. O işi icra edeyim, niyə? Bu işi belə boynuna alsın, tapşırılır. Bir də mən bu işi eləyib canı qutarsın. Peyğəmbər Allahın əmrini budur yaşayırdı, yoxsa budur təbliğ edirdi, yoxsa Peyğəmbər bu işin məsuliyyətini dərk edirdi. Bu ümmət və bu şəriətin davamiyyəti üçün, davam eləməsi üçün bu din Peyğəmbər üçün maraqlı idi. Bu şəriət Peyğəmbər üçün maraqlı idi ki, davam eləsin. Yoxsa mən dünyadan köçəndən sonra nə istəyirsiniz eləyin, öz bilərsiniz. Mənimki bura qədər idi. Mənim işim, mənim misyam bura qədər ki, mən vəhyi Allahdan alım, sizə çatdırım. Siz sağ, mən salamat, fi amanillah, Allah amanillah. Bu idi Peyğəmbərin vəzifəsi. Yoxsa Peyğəmbərin yaşam tərzi, Peyğəmbərin sirəsini, həyatını oxuyanda nəyi görürsünüz? Əgər oxuyursunuzsa, nəyi görürsünüz? Peyğəmbər bu din üçün canından keçirdi. Peyğəmbər bu din üçün özünü şəhid edirdi. Hətta Qur'anda da Taha, ma ənzəlna aleykəl Qur'anı li təşqa. Taha yəni, ey Muhammed, Allah salli ala Muhammed ve biz Qur'anı nazil eləmədik, sən özün bədbəxt eləyəsən, sən özün şəqavətə salasan, sən özün bütün məşəqqətə salasan, bir özünə rahatlıq verir. Allah Peyğəmbərin qədrini bilir. Allah Peyğəmbərin qaydına qalır, bu iki dənə ayədə var. Allah Peyğəmbər edir ki, biz yavaş-yavaş, özünü şəhid eləmə. Yəni Peyğəmbər siz artıqlaması ilə Allahın onun üzərinə qoyduğu məsuliyyəti yerinə getirsin. Allah ona təxfif edirdi, ona deyir ki, biz özünü aramlıq verir, bir istirahət elə. Özünü şəhid eləmə, özünü öldürmə. Peyğəmbər çox maraqlıydı ya maraqsız idi. Peyğəmbər bilirdi, nə baş verəcək ya bilmirdi. Mən istəyirəm bu sualara siz cavab verəsiniz. Peyğəmbər çox maraqlı idi özündən sonra, Peyğəmbər dünyasını dəyişəndən sonra bu dinin, bu şəriətin, İslamın və ümmətin aqibəti, gedişatı Peyğəmbər üçün maraqlı idi ya maraqlı deyildi. Necə dərk edirsiniz? Maraqlı idi. Əhsən, əhsən. Amma düşünənlər var ki, Peyğəmbər üçün maraqlı deyil. Peyğəmbərin işi bu dini gətirib çatdırmaq. Ya eyyuhə Rəsul, bəlliğ ma unzilə iləykə mən Rəbbik. Tərcüm hafızsın. Sənə çatdırılanı, deyiləni insanlara çatdır. Bundan sonra işin tamamdır. Biz bundan razılaşmıyoruz. İkinci sualım. Peyğəmbər salavatullah özündən sonra İslam hələ nədir? Zamandır. İslam hələ yeridir ya. İslam hələ bərkimiyir. Düşmənlər, xarici, daxildə nə qədər münafiqlər var idi. İslamı qəbul eləmişlər, amma yalandan. Başqa çarələri yox idi. Daxildə olan düşmənlərin təhlükəsi Peyğəmbər zamanında xarici düşmənlərdən daha çox idi, daha çox təhlükəli idi. Peyğəmbər bunları nəzərə alırdı, yoxsa yox? Peyğəmbər bunları bilmirdi. Peyğəmbərin siyasətdən anlayışı var idi, yoxsa yox?
Peygamber siyasetin kökü